Hər vaxtınız xeyir olsun. Danışır Turizm podkastımızın növbəti görüşündə hər birinizi salamlayıram. Bu dəfə mənim illərdir sosial mediadan izlədiyim Azərbaycan Turizm Forumu zamanında öz çıxışı ilə hər kəsin rəğbətini qazanan, hər kəsin ürəyini qazanan və deyərdim ki, Turizm Forumunun tarixində ən çox alqışlanan spikerlərdən olan bir qonağım var. Qonağım Balaş Maqsud bəyli. İstəyəcəm ki, o özü haqqında sizə məlumat versin. Daha sonra isə çoxlu suallarım var. Səbirsizliklə müzakirəni gözləyirəm. Xoş gəlmisiniz Balaş bəy. Xoşunuz olsun. Necəsiniz? Təşəkkür edirəm. Sizdən müsahibə almaq mənim üçün çox həyəcan vericidir. Mənim üçün də qürur vericidir. İlk olaraq təşəkkür edirəm ki, bura dəvət etdiniz. Təşəkkür edirəm. Buyurun. Biz istəyərdim ki, birinci çox qısa məlumat özünüz haqqınızda verəsiniz, sizi tanımayanlar üçün. Daha sonrasında isə mən suallarıma keçim. Mənim özüm əslən Azərbaycanın incisi olan, bunu mən demirəm, ümumilli liderimiz deyibdir. Azərbaycanın incisi olan Ordubaddanam. Təbii ki, Bakıda böyümüşəm. Oya başa çatmışam. Amma Ordubad mənim vətənimdir, canımdır və çox tarixi memarlıq abidəsi olan yerlərdəndir. 1955-ci ildən Bakıda bir gözəl məktəb var. Köhnə bir məktəbdir, 37-ci ildə tikilib və 2-ci Dünya Savaşı dönəmində hospitala çevrilən belə bir qədim məktəb var. 36 saylı məktəbdir, şəhərin mərkəzində. Orada təhsil almışam. İdmanla məşğul olmuşam. Hətta idman üzrə SSR ustasıyam. Əl topu üzrə. Basketbol və əl topu üzrə. Xarici Dillər Universitetini bitirmişəm. İngilis, Fransız dili fakültəsini. Sonra Sovetlər dönəmində belə bir universitet var idi. Xalq Universiteti. Nazirlər Kabinetinin nəzdində idi. Oranı da bitirmişəm və İnturistin o vaxtlar hər bir respublikadan 4-5 gənci Moskvaya göndərirdilər ki, İnturistin xüsusi gid tərcüməçi kurslarını bitirsin. Və mən də oranı 1986-cı ildə bitirmişəm. Amma ona qədər artıq 1984-cü ildən rəsmi olmasa da bələdçi kimi çalışmışam. 6 dildə çalışmışam o dövrlərdə. Müxtəlif dillərdə ən çox gələn, xüsusilə ən məsuliyyətli olan İngilis dilli qrupları idi. Xüsusilə də Amerika Birləşmiş Ştatlarından gələn turistlərlə işləyən gid bələdçilərə önəm verirdi Sovet sistemi. Onlar xüsusi, belə deyək, ələkdən keçirdilər, yoxlanılırdılar. Çox çətin bir dövrlər idi. Sovet dönəmindən danışıram. Hər bir işimiz çərçivəyə salınmışdı. İndiki kimi deyil. İndiki bələdçilər bir tərəfdən xoşbəxtdilər ki, azaddılar. Yəni, istədikləri kimi hərəkət edir. Təbii ki, dövlətin siyasətini rəhbər tutaraq işlərini görürlər. Amma onları çərçivəyə salan belə bir sistem yoxdur. Təsəvvür edin ki, məsəl üçün, hökumət evinin binasının qarşısına keçəndə biz məcburi olaraq yarım saat, o Lenin heykəli var idi orada, Lenin haqqında məlumat verirdik. Turistin gözlərindən yəni görünürdü ki, o heç maraqlı deyil. Amma sən məcbursan, sən də onu görürdün maraqlı deyil. Amma budur. Məsələ budur. Yəni bu cürdə sən turu aparmalısan. Onun haqqında bir yarım saat danışırdın. Arada bir yatanlar da olurdu. Amma sən danışmalısan. Çünki o da garantiya deyildi ki, həmin o avtobusda, 45 yerlik avtobusda, o vaxtlar Laz avtobusları idi. Mütləq bir agent otura bilər ki, sənə qulaq assın. Yəni, belənçi yanan bələdçilərimiz də olubdur ki, yəni hər cümləmizə, hər fikrimizə o dərəcədə çətin bir dönəm. O dərəcədə idi. Yəni, təsəvvür eləyin ki, Amerikanlı ilə işləyirdik. Avtobusda bir Azərbaycanlı otura bilər, Amerikanlı formasında. Sən heç bilmirsən ki, bu Azərbaycanlıdır. Qulaq asır sənə. Diqqətli olmalıydı. Çox çətin bir dönəm idi. Yəni, 84-cü ildən başlayaraq artıq 91-ci ilə qədər bu belə bir proses getdi. Sonra artıq savaş dönəmi başladı. Bilirsiniz, hətta Sovet dönəmi vaxtında güc strukturları tərəfindən
mən tərcüməçi kimi də işlədim. Yəni hərbi tərcüməçi. İndiki çox gözəl ki, artıq bizim şəhərimizdir. Xankəndinə 1994-cü ildə ATƏT-in o məşhur o vaxtı Roma qrupu idi, indi Minsk qrupu idi. Orada tərcüməçi kimi getmişəm, orada çalışmışam və geri dönmüşəm. Çox ağır bir günlər idi. Bir tərəfdən Ermənistanın rəhbərliyi, bir tərəfdən bizim rəhbərliyimiz. Vertolyotla uçub geri dönmüşük. Belə bir günlər idi. Ailəliyəm. 2 qızım var, 3 nəvəm var. Allah saxlasın. Allah sizin 2 balanızı da Balaş saxlasın. bəy, siz bir kitabsınız mənə görə və mən sizi Facebookda izləməkdən xüsusi zövq alıram. Özəlliklə də mənim ən çox diqqətimi çəkən nüanslardan biri sizin çox doğru etdiyiniz tənqidlərdən. Siz həm də sosial mediada daha çox insanlar izləyir və mən birbaşa turistlə ünsiyyətdə olan bir şəxs kimi istəyərdim ki, elə birinci sualımıza bununla başlayaq ki, Azərbaycan turizminin sizcə indiki dövrdə nəzərə alsaq ki, biz 5 ilə yaxın bir davam edən həm də pandemiya sürəci keçdik, biz bir müharibə dönəmi ötürmüşük. Hazırki vəziyyətimiz nədir və siz bunu ön cəbhədə olan biri kimi necə görürsünüz turistlərin gözündə? Hazırki vəziyyət dirçəliş dönəmindədir, belə deyim. Amma bir şey də demək lazımdır ki, daha geriyə getsək, Sovet dönəmində turizm heç də pis vəziyyətdə deyildi. Təsəvvür edin ki, Azərbaycan turizmi çox qədim bir dövrlərə gedib çatır. 1929-cu ildə Maksim Gorki Bakıya gələndə, İtaliyadan Bakıya gələrkən, onun yanında bələdçi olub. Bir Yəhudi xanım olub. Təəssüf ki, ismini unutmuşam. Yəhudi xanım 1929-cu ildə Maksim Gorkiyə, həmin o bizim Şəhidlər Xiyabanında, həmin o parkda ona panoramı göstərib. Ardında bilirsiniz yəqin, söyləyib ki, o Neapoldan təzə gəlmişdi. Bakı nə qədər də Neapola bənzəyir. İnanmazsınız, amma bir haşiyədən çıxım. Mən bir 10 il bundan qabaq məşhur bir Hollywood ulduzu ilə çalışdım. İtalyandır. Yəqin tanıyırsınız, Ornella Muti. Tam tanıyırsınız. Ornella Muti ilə çalışdım. Bilirsiniz, o Bakı jurnalının, İngilis dilində jurnalının üzü idi. Bizim hörmətli möhtərəm xanımımızın da yaxın bir insanı idi. Onun dəvəti ilə gəlmişdi. Onunla mən panorama baxmağa getdim. Bir dəfə getmişdi, bəyənmişdi. İndi ikinci dəfə də sifariş eləmişdi ki, Bakının panoramına baxmaq istəyirəm. Mən o Maksim Gorkinin sözlərini dedim orada ki, Bakı Neapola bənzəyir. O xanım əslən Napolidəndir, Neapoldan. Panorama baxıram, deyirəm Maksim Gorki belə deyib, güldü. Qayıtdı ki, böyük Rus yazıcısı böyük bir səhv edibdir. Bakı Neapoldan da gözəldir və təmizdir. O Facebookda deyirsiniz ya, yəni tənqidlər edir. Mənim ən çox bəyənmədiyim bir nüans var. Bizim öz Azərbaycanlılarımızın öz şəhərimizi tənqid etməyi, pisləməyi, başqalarını tərifləməyi. Mən şoka düşürəm. Mənə elə gəlir ki, bu sizcə də bir növ bu haqda bilgisizlikdən doğmurmu? Bilgisizlikdən doğur. Təbii ki, mən elə bir insan tanıyıram ki, xarici ölkələrdə olub, xarici ölkələri gəzib, Bakını gəzməyib. Bakını gəzməyib. Azərbaycanlıdır, Bakını gəzməyib. Mənimlə görüşübdür, mənə deyir ki, orada bilirsən nə var? Belə bir şey var idi, məsəl üçün, belə bir mola girdim, deyirəm, Bakıda da var da o. Eynən. Doğrudan deyirsən, deyirəm, mən filan yerdə. Orada küçədə gedirsən, tərtəmiz, deyirəm, bizim küçələrimizə nə olub ki? Təbii ki, oranın da şəhərdən kənar qəsəbələri var. O da çox da yaxşı vəziyyət deyil. Zaman-zaman biz qayıdacaq bunu. Zaman-zaman şəhər daha da inkişaf edəcək. Amma inanın, şəhərin mərkəzində olan səlqə, sahman, düzənlik başqa şəhərdə yoxdur. Mən Instagramda bir Azərbaycana köçüb yaşayan, Bakıda yaşayan bir türk blogeri izləyirəm, qızdır. Və mən o Bakını öz gözü ilə türklərə göstərir. Və mən hər dəfə onun postunda yazıram ki, siz istənilən Azərbaycanlıdan daha çox Bakını gəzib, daha çox kəşf edirsiniz. Çünki o həm də çox maraqlı bir mövqedən buna toxunur ki, misal üçün Bakıda şəhər salmadan da
danışır, küçələrin formalaşmasından danışır, yeraltı keçidlərin unikallığından danışır və əslində baxırsan ki, mən Bakıya belə baxmamışdım heç. Yəni əslində bəlkə də bu ona görədir ki, həm də biz olduğumuz yerə çox zaman dəyər vermirik ya da gedib gərək, məsəl üçün ən çox xaricə köçən Azərbaycanlılarda bunu görürük də ki, Bakı üçün necə darıxır və deyir ki, əslində Bakı necə unikalıymış, amma bunu bir növ itirəndən sonra mı desək ya tamamilə buradan uzaqlaşıb kənar gözlə mi baxanda bunu görürlər. Yəni əslində mən düşünürəm ki, bu yaşadığımız mühitin içində batdığımız xaosla da qaynaqlanır ki, biz şəhərə baxa bilmirik. Heç zamanımız olmur ki, başımızı qaldıraq baxaq deyə ayda günəş necə gözəl batır əslində burada da. Ayda bizim həqiqətən də çox gözəl dənizimiz var, hansı ki bir çox şəhərlərdə bu yoxdur. Yoxdur. Və bu minvalla Balaş bəy, istəyirəm əsas suallarıma əslində keçid edim. Azərbaycandan turistin ən çox sizin aldığınız rəylərə əsasən apardığı əsas emosional təəssürat nə olur ki, misal üçün 3 əsas fikri deyə bilərsinizmi ki, baxın, turist Azərbaycana gələndə belə düşünürdü, amma Bakını səyahət edəndən sonra və Azərbaycanı kəşf etdikdən sonra belə düşünür. Təbii ki, belə deyim də, məsələn, savaşdan öncə, yəni 1920-ci ildən öncə olanda, bu savaşın lap pis vaxtlarında ən zor, çətin bələdçi üçün çalışdığımız qruppalar bu Ermənistana yaxın ölkələr olurdu. Və inanın ki, hazırlıqlı gəlirdilər. Qonşusunu, o bizim qonşularımız kimi, onlar qonşularından artıq təbliğat alırdılar, Bakıya gəlir. Dəfələrlə olub, turu aparıram, 30 nəfərdir, fransızdır məsələsi. Arevi adında böyük bir qruppa var, o VIP qrupudur. Orada ancaq Fransanın rəssamları, yazıçıları, belə insanlar gəlir. Təsəvvür edin, şarflar, zadlar belə bağlayan, saqqallı, başlarında şlyapa, belə bir alan turistlərdir. Bir xanımdır, nədən danışırsan deyir, Fransız onlara qayıdır ki, qrupbuya. Bundan Ermənistanda ondan qabaq olubdur. Çişə getdik, Çiş kəndinə, bilirsiniz, Şəki möhtəşəmdir ümumiyyətlə Azərbaycanda. Çiş kəndini ziyarət elədi. O birinci xristiyan kilsəsidir Qafqazda. Bunu mən deyirəm. Yox, birincisi Ermənistan. Nə deyirsən, deyir birinci. Qonaqdır, təbii ki, biz ona qarşı aqressiv ola bilmərik. Eynən. Amma bir anlıq nəsə boşaldı, qırağa çəkildi, yaxınlaşdım, dedim. Siz bura gələndə qonşunuzdan təbliğat mı almışsınız? Qonşunuzdan demədim kimlə. Qonşunuzdan təsəvvür edin, düz nöqtəsinə vurdum. Şoka düşdü. Şoka düşdü ki, bu haradan bildi bunu? Doğrudan onu təbliğat ediblər. Fransız xanımıdır. Təbliğat ediblər ki, orası pisdir, burası pisdir. Yolda gedir, nəsə bir çuxur görür, deyir ki, burası çuxur da. Çuxur da hər yerdə var da, Londonda da var, Parisdə də var da. Olur elə şeylər. Ən çox sevdikləri yer təbii ki, Qobustan olur. Çox unikal yerdir mənə görə. Şəkixan sarayına girdikdə ona kaleidoskop deyirlər də. Uşaqlıqda biz baxardıq, rəngbərəng. Deyirəm, siz indi kaleidoskop otağına girmişsiniz. İçində gəzirsiniz. Birinci orada aralıqlar var da, onu keçmək lazım. Oranı keçən kimi ki, otağa girlər, wow, bunu eləyirlər. Həqiqətən gözəldir. Bayaq toxunduq o məsələyə. O qədər Azərbaycanlı var ki, bizim həmvətənlərimiz Şəki-Xan sarayında olmayıb. Hətta Şəkidə olub, amma Şəki-Xan sarayında olmayanları tanıyırlar. Şəki-Xan sarayında olmayanlar var. Olmayıb orada. Girib, wow, nə gözəldir. Qobustana gedir. Birinci xanımın yaratdığı o muzeyə daxil olur. Nə qədər gözəl muzeydir. Elə bilirsə, hər bir dövlətdə elə bir muzeylər var. Yoxdur. Yoxdur. 3D sistemində yaradılır. O muzeyə daxil olur. Sonra qaya üstü rəsmlər. Təbii ki, o təklikdə ora getsə, heç nə maraqlı olmaz. Bir turist təklikdə əgər Şirvanşahlar sarayına girərsə, daşdan başqa heç nə görməz. Amma o bələdçinin əlinə düşərsə, orada olan həyat, şahın dövrü, şahın boyu. Bizim şahın boyu 15-ci əsrdə 2 metr 12 santimetr oldu. Təsəvvür edirsiniz.
Bu məlumatı bilirdim. Hətta mən özüm Şirvanşahları insan olub gəzəndə şoka düşmüşdüm ki, o qədər hündür. Ona görə o pilləkənlər orada hündürdür. Hündürdür, Ki, bəli. özünə rahat olsun orada hərəkət eləməyə. Mən heç unutmayıram, Şirvanşahlara məktəbli idi. Tur kimi getmişdik və onda biz o pilləkənlərin hündürlüyündən elə bələdçiyə o sualı verməyə istəyirdik ki, bələdçi özü cavabladı ki, insanlar keçmişdə çox hündür olduqları üçün ona görə də pilləkənlər bu dərəcədə hündürlükdədir. Çox önəmli yerə gəldik Balaş bəy. Baxın, mən 2 ilə yaxın Azərbaycanda Türkiyəni təbliğ etmişəm və Türkiyənin hər ay bir bölgəsinə Türkiyənin Go Türkiyə vasitəsilə səyahətlər eləmişəm. Qobustanla aşırı çox Göbəkli Təpəni bir-birinə bənzədirəm. Amma mən orada olduğum zaman nəyi gördüm? Təbliğatın gücünü. Mən orada olduğum zaman nəyi gördüm? Bir turizm məhsulunu turistə necə hər tərəfli satışını gördüm. Necə? Göbəkli Təpəyə girdiyiniz anda sistem elə qurulub ki, siz sonda, bizdə də bəzi muzeylərdə var o, sonda muzey şopa girirsiniz, muzey mağazasına girirsiniz. O mağazada isə hər şey 7-dən 77-yədir. Yəni, bir uşağa belə Göbəkli Təpənin tarixini onun anlayacağı və sevəcəyi dildə satırlar. Necə? Rəngləmə kitabları vasitəsilə. Nə gözəl. Və mən gördüm ki, bizdə Azərbaycanda Azərbaycan tarixi sanki 18 yaşdan sonrakılar üçün təbliğ edilir. Amma uşaqlar üçün yoxdur. Hətta öz uşaqlarımız üçün belə. Misal üçün, mən bir dönəm axtardım kitablar ki, bəstəkarların kitablarını, harda ki, onların uşaq dilində yazılıbdır. Heç yerdə tapa bilmədim bu haqda. Bəhram Bağırov paylaşır, yazıbdır bu haqda, amma o belə çox limitlidir və çox qısadır. Və bu istiqamətdən istərdim sualımı buna ünvanlayım ki, sosial mediada Experience Azərbaycan layihəsinin bir çox zaman siz tənqid etmişsiniz məhz başında duran Alman mövqeyinə görə. Və hər zaman milliyyətçiliyə çox önəm verdiyinizi də orada çox önəmli vurğulamışsınız. Sizcə həqiqətən problem bir belə deyək də Azərbaycanın təbliğat edilən bir qurumunda problem başda duran yad millətdirmi, yoxsa tamam başqa bir səbəblər də var? Problemin 50%-dir. Düşünürsünüz? Azərbaycanın turizmini təbliğ edən bir qurumun başında Azərbaycanlı oturmalıdır. Mən Azərbaycanlı deyərkən Azərbaycan vətəndaşı nəzərdə tuturam. Elə bir adam oturmalıdır ki, bu torpağın tarixini Balaş Şahdan başlayaraq eramızdan əvvəl 5-ci əsr, mənim adım ondan götürülübdür. Ermənilərlə vuruşubdur. Mən sizin adınızı araşdıranda bilmişəm. Eləmi? Çünki çox da tez-tez rastlaşacağımız bir ad olmadığına görə araşdırmışdım ki, niyə Balaş? Hətta düşünürdüm ki, qısaltmadır. Sonra gördüm ki, yox, orijinal ad. Yox, orijinaldır. Təsəvvür edin ki, mən də sizin adınızı tələffüz eləyəndə ürəyimdə fikirləşdim, nə gözəl oldu. Həm keçmiş qədimilik, həm də müasirlik. Eynən. Həm də müasirlik. Bunu kim fikirləşibsə, o dünyasına gedibsə, Allah ona qəni-qəni rəhmət eləsin. Amin. Doğrudan nə gözəl ad seçmir. Bu dövlətin tarixini, torpağını, daşını, hər bir şeyini, yəni o içəri şəhərdə ki, gəzir turist, bələdçi elə bir insandır ki, o hər bir daşı bilməlidir ki, bu kimin evi olur, burada kim yaşayır, bu nədir, kimlər tikib, necə yaşayıblar, onu duymalıdır. Bələdçi ilə çalışan, bələdçiyə qulaq asan o qrup hiss eləməlidir o dönəmi. Nədən mən Şirvanşahlar? Mən sizin Şirvanşahlar sarayına bir var, qrup özü geçsin, xarici turist özü geçsin, daşdır da nədir. Amma çıxır, sonra səninlə geçsə, tamam başqa bir şey. Maariflənmə önəmlidir. Bu mövzuda bizim müəllimlərin üzərinə böyük bir iş düşür. Dəfələrlə olub ki, Qobustana getmişik, görmüşük ki, bütün sinif uşaqları gəlib kiçiklərdən danışdınız bəya. Amma müəllimlər onları elə bil ki, elə yola vermək üçün gətiriblər də, gəlsinlər. Onun üstünə qışqırır, bunun üstünə qışqırır. Uşaq qulaq asmır. Uşağı cəlb eləmək lazımdır. Eynən, çox razıyam. Uşağı cəlb eləyə bilmirlər. Artıq Qobustana gələndə artıq o müəllim onlara başa salmalıdır ki, hara gedirsiniz?
Özünüzü necə aparmalısınız? Başqa. Biz məsələn xaricdən işləyəndə Qobustana deyək ki, muzeyə daxil olanda, orada birdən görürsən ki, 5-6 sinif gəlibdi müxtəlif məktəblərdən. Bizə aman vermirlər işləməyə. Çox çətin, zor duruma düşürük. Uşağın biri ora qaçır, biri qışqırır, səsini. Müəllim biri də səsini çıxartmır ki, yığışın bura, mane olmayın. Yoxdur. Baxın Balaş bəy, biz dedik ki, mütləq şəkildə başında duran adam tarixini, daşını, torpağını yaxşı bilməlidir. Amma indi burada belə bir nüans ortaya çıxır. Var idarəetmə, var belə deyək də təbliğat. Düşünmürsünüzmü ki, bəlkə də bizdə çatışmayan detal idarəetmə ilə bağlı olduğuna görə bu belə tənzimlənir? O qədər idarə etməni bilən, turizmi də bilən Azərbaycanlımız var ki, mənim yaşım keçib artıq. Sonra qulaq asanlar elə bilir özünü. Təəssüf ki, bizdə bu yanlış algılama var. 45-50 yaşlarında Azərbaycanda kifayət qədər çox məsuliyyətli, işini bilən, idarəni bilən Azərbaycanlılarımız var. Təkcə tarixdən söhbət getmir. O başda oturan dili də bilməlidir. Dil önəmlidir. Eynən. Dil mütləq şəkildədir. Bayaq biz söhbət elədik, bir Azərbaycanlı xaricə gedir, gələn kimi tərifləyir, ora bu əladır. Onu bilirsiniz mən nəyə bənzədirəm? Bir idarəyə işə gedəndə Azərbaycanlıların CV-sini verir, tərcümə hal sənədini. Oxuyurlar, yazıb ki, 6 dildə danışıram. Deyirlər, nə gözəl. Mən həmişə, əgər o adamı işə götürsəydim, birinci bilirsiniz nə sual verərdim, deyərdim, Azərbaycanca danışa bilirsiniz. Azərbaycanlı fəxrlə yazıb ki, 6 dildə danışıram, amma Azərbaycanda bilmir, bizim keçmiş bir insanımız var idi. Bu nətər olur? O dil, mənim dilim, bu dövlətdə yaşayıramsa, o dillərin hamısından yuxarı bir dildir. Sən onu bilmədən daxildə bir vətəndaş kimi hərəkət eləyə bilməyirsən. Orada oturan da həm dil, həm adət, ənənə, hər bir şeyi bilməli. O, Azərbaycan ruhlu olmalı deyə bir daha təkrar edirəm. Azərbaycan vətəndaşı olsun. Olmalıdır. Yəni ölkəni sevmirsənsə, onun təbliğatında ölkəni sevmirsənsə, yalnız pula görə gəlmisənsə, elə belə deyək, maddiyyətə görə gəlmisənsə, təbii ki, baxınız, məsəl üçün, Qarabağ futbolçuları alırlar oyuncunu, gəlir, legionerdir, oynayır. Birdən-birə biraz əli paraya çatandan sonra başlayır oynamamağa. Amma Azərbaycanlı idmançı canını Çünki qoyur. onun bir həm də Canını müdafiə qoyur. etməli olduğu bir torpağı var. Əlbəttə, canını qoyur. O başqa şeylər. Əslində bu nüansda sizlə çox razıyam və bizim illər öncə çox güclü bir sloqanımız var idi. Land of Fire. Çox güclüdür. Yəni atəş ölkəsi, alovlar ölkəsi, günəşin simvolu və keçmişdən gələn zərdüştlüyün simvolu olaraq da. Land of Fire-da nəyi tutuzdura bilmədik ki, biz başqa bir sloqana ehtiyac gördük. Ya bəlkə bu ona görədir ki, bir qurum bağlananda, başqa bir qurum açılanda mütləq ki, yeni bir sloqanla mı girməlidir? Oradakı o mütləq ki, nəyisə dəyişmək üçün niyə biz ana konseptə giririk hər zaman? Niyə mövcudun üzərindən işlər görmürük də mütləq yeni nəsə sıfırdan yaradırıq? Yəni burada bir ehtiyac mı var həqiqətən? Təbii ki, ehtiyac yoxdur. Land of Fire-ni yaradanlar ən azından dövlətin adını böyük hərflə yazır. Mən buna dəfələrlə demişəm. Tənqidlərinizlə də bağlı suallarım var. Yəni dövlətin üst qurumunun, təşkilatının loqosu balaca hərflə yazıla bilməz. Mənə xaricdən gələn turizmçilər sual verdi. Hətta biraz gülərəkdən sual verdi. Dedi, siz sərgilərdə iştirak edirsiniz və sizin turizmçilər şəkil çəkdirir. Kollektiv olur. Arxada balaca bir Azərbaycan yazır. Sizin məmləkətiniz bu qədər balacadır. Söhbət ərazidən getmir. Bizim dövlət Avstriya boyda bir dövlətdir. Eynən. Amma nədən balaca hərfdən? Heç uzağa getməyin. Bizim qonşularımız hər hansı biri, ya Gürcüsü deyim, lap elə bəyənmədiyimiz ermənisi deyim, ya türkü deyim. Onlar öz dövlətlərinin ismini
balaca hərflərlə də yazarlar. Hətta sizə bir şey deyim. Yazmaz mı? Türkiyə son 2 ildə yaxından izlədiyim üçün deyirəm. Türkiyə yazdırmır. Türkiyə yazdırmır. Bəli. Bu çox ciddi kommunikasiyadır. Yəni bu çox ciddi bir təbliğatdır. Gülürdülər. Bəli, və Türkiyə dedizdirirlər. Hətta Türkiyə deyənlərə belə düzəliş verirlər ki, you mean Türkiyə? Yəni bu dərəcədə irəli aparıblar bu təbliğatı. Bəs niyə davamlı olmadı Land of Fire? Bu bir siyasi qərar idi mi sizcə? Yoxsa biz mütləq ki, nəyisə dəyişməli, daha cool görünməli, daha müəssir görünməli mi idi? Yəni biz bir növ deyirik ki, Land of Fire əslində bizi tam təbliğ edən bir şey idi və bunu tam yarıtmamış, bunu tam boya başa çatdırmamış necə deyirlər. Biz hələ gəlməyən turistə dedik ki, take another look. Yenə bax, bir daha bax. Biz nəyi tam göstərə bildik ki, bir deyirik ki, buna bir daha bax. Yəni bu turist gəldimi ümumiyyətlə ki, bir daha baxması hər bir proqramda, hər bir loqoda milliliyin ruhu olmalıdır. Hər bir loqo. Baxınız, mən indi ismini verməyəcəm. Bu otelə gəldik biz. Mən bayaq danışanda da söylədim. Məni birinci nə cəlb elədi bilirsinizmi? Bakının mərkəzində olan gözəl bir otel. Burada kitablar düzülüb rəflərə. Kitabların %90%-i Azərbaycan maarifpərvərlərinə, Azərbaycan yazarları və şairlərinə, Nizamidən başlayıb Füzulidən keçmiş Nəsimiyə qədər Azərbaycan dilində kitablar var. Eynən. Var təbii ki, xarici əsərlər də var. Azərbaycan kitabları var. Nədən olmasın? Başqa oteldə yoxdur. Başqa oteldə xarici yazıçıların əsərlərini qoyublar. Nədən? Qoysun. O da olsun. O da olsun. Eynən, çox razıyam. Amma nədən bizimki də olmasın? O zaman xarici gəlir, tanımır onu. Mən Londonda oldum. Bizim yəni ədəbiyyatımız, bizim tariximiz o qədər geniş, o qədər mənalıdır ki, onu biz sevərək izah eləməliyik. 2009-cu ildə Londonda olanda mən qərbşünasam da, indi xarici dilləri qutarmışam. Özdə Amerikan ingilisini bitirmişəm mən. O vaxt az idi elə bir qruplar. Londonda oldum. Dedim, nədən Stratford upon Avon'a getməyim? Shakespeare'in vətəninə. Qərbşünasam, Shakespeare'in əsərlərini biz Shakespeare'in dilində 15-16-cı əsr ingilis dilində oxumuşuq. Getdik ora, muzeyə getdim, tək getdim. Uzaqdır, ardınsa Bakını götürsək Qəbəliyə qədər, belə bir məsafə, 3 saatlıq. Muzeyə baxıram, Shakespeare yaşayıb burada, diqqətlə baxıram, hər bir şeyi oxuyuram. Bir qoca bir insan, yaşlı bir insan, muzeyin əməkdaşı. Yaxınlaşdı ki mənə, bayaqdan sizə baxıram, adam az idi. Görürəm, nə qədər maraqlı baxırsınız burada, nə var ki, burada siz kimsiniz? 2009-cu ildir, dedim, deyəcəyim Azərbaycan, deyəcək o hardadır. Bakıda isə bəlkə neftə görə tanıyar. Dedim, keçmiş SSR-nin dövləti olub, Azərbaycandır. Bakı şəhəri, dedi, bildim, şərqdənəm, onu dedim. Anda gəlin mənim dalımca. Mənə bilirsə ara apardı. Shakespeare'in yataq otağına apardı və Shakespeare'in gündəliyi. Gündəliyi bir açdı, dedi, buranı oxuyun. Shakespeare özəlliyi ilə bilirsiniz nə yazıb. Biz özümüzə heç bir əhəmiyyət vermirik, amma nə qədər möhtəşəm millətik biz. Yazıb ki, əgər mən həyatım boyu Şərqin Leyli və Məcnunu oxumasaydım, Romeo və Juliettanı heç bir zaman yaza bilməzdim. Və bizim bu haqda məlumatımız var mı? Heç bir zaman yaza bilməzdim. Orada divarlarda Shakespeare'in hər bir əsərinə dünya məşhurlarının rəsmləri var. Məsələn, Otello divarı ayrıdır, aktyorlar Otello rolunda, Hamlet ayrıdır. Otello'ya aid olan aktyorların şəkilləri arasında mən qürur duydum. Keçmiş SSR-dən 2 aktyor var. Biri Sergey Bondarchuk, SSR-nin xalq artisti, Otello formasında və Ələsgər Ələkbərov. Həmin o Otello'nun sırğası ilə qara, o böyük teatrda o vaxtı veriblər. Mənim 4-5 yaşım var idi. Atam məni aparmışdı o teatra. Böyük teatra Moskvada Otello'nun rolunu oynayırdı Ələsgər Ələkbərov. Və onun rəsmi.
qürur duyulası bir şey deyil. Şərqdə ən birinci teatrlardan biridir. Ən qədim ərazilərdən biridir. Niyə bunu təbliğ edir? Niyə bu yuxarıda oturan bizimki olmasın ki, onu daha da təbliğ edir? Söhbət təkcə sərgiyə getməkdən getmir. Yəni, getdin sərgiyə, gəzdin, dolandın. Çox qısa bir debat yaşamışdım mən ki, niyə həmin şəxs artıq orada işləmədiyinə görə ad və sair çəkmək istəmirəm. Niyə təbliğat zamanı bizim daxili turistlərimizə fokuslanmırsınız? Axı bizim daxili turistlərimiz də çox önəmlidir və Əlbəttə. dövriyyənin ölkə daxilində qalması üçün bu çox ciddi bir təkandır ki, valyuta ölkə xaricinə çıxmasın. Bu birbaşa devalvasiyaya təsir edir, bu öz ölkən daxilində icma turizminin inkişafına təsir edir və bir çox başqa şeylərə gətirir, çıxarır və biz belə bir cavab almışdıq. Azərbaycanlı yetəri qədər Azərbaycanı tanıyır. Ona görə də belə bir ehtiyac görülmür. Tanımır. Yəni və mən data adamıyam, analitikəm və mənim üçün çox önəmlidir bir marketoloq olaraq hər şeyi ROI-yə bağlamaq, hər şeyi bir dataya bağlamaq və hər şeyin altında yatan bir sorğunu soraqlamaq. Və mən soruşmuşdum ki, sizin əlinizdə belə bir statistika varmı ki, siz bu sorğunu aparmısınız? Olamaz elə bir. Və belə bir nəticəyə gəlmisiniz ki, Azərbaycanlıların atıram 60% ölkəsini çox yaxşı tanıdığına görə bizim daxili kommunikasiya ehtiyacımız yoxdur. Qətiyyən tanımır. Bəs belə bir o zaman detal yaranır da, biz take another look-u mənə görə öz vətəndaşlarımız üçün çox yaxşı eləyə bilərik. Misal üçün, mən Şəkiyə getmişəm, Şəkidə bir yer var, oranı heç görməmişəm və mənə ünvanlaya bilər ki, bir də bax. Amma hələ ölkəyə ayaq basmamış turistə biz bir də bax deyirik. Niyə deyirik? Və hansı əsaslarla deyirik ki, bir də bax. Sanki bir boşluq var. Yəni nə mənada? Mənim perspektivimdə take another look da çox gözəl kontekstdir. Amma baxır kimin üçün? Məsəl üçün, daxili kommunikasiyada biz bunu işlədə bilərik. Ki, bir də bax, sən burada ola bilərsən. Məsəl üçün, Qəbələyə gedən çox insan var ki, heç Tufandağdan o tərəfə çıxmayıb. Sən bir də bax harasa üçün. Tarix muzeyinə getdim Qəbələdəki. Qəbələ tarix-diyarşünaslıq muzeyinə getdim. Çox gözəl bir muzey. Və yaxud da ki, orada deyək ki, yerli bazarları kəşf et. Bu zaman biz bu bir də bax sloqanını çox gözəl istifadə edə bilərik. Amma Land of Fire kimi ölkəni çox ciddi arenalarda təbliğ etdiyimiz zaman əslində bu həm də hal-hazırda çox yayılan və belə deyək də çox ciddi marketinq aləti olan spirituallıq üçün də çox önəmli bir mesajdır ki, biz günəş ölkəsiyik, atəş ölkəsiyik. Əlbəttə. Biz tarix ölkəsiyik. Yəni Land of Fire nə deməkdir? Atəşlərin ölkəsi və biraz bu sahə ilə, bu istiqamətlə maraqlanan insanlar üçün əslində çox ciddi mesajdır. Amma biz kommunikasiya metodlarımızda mı yanlışlığa yol veririk? Nədir bizi o deyir? Niyə bir sloqanı axıra qədər davam etdirə bilmirik? Niyə hər yeni gələn adam nəyisə dəyişməyə çalışır? Mövcudu daha da gücləndirmək, daha köklü etmək və daha strukturlu etmək yerinə biz deyirik ki, yox, gəlin bunu pozaq. 15 il ərzində nə eləyiblər, özləri bilərlər. Gəlin biz sıfırdan yenidən başlayaq. Biz böyükdən kiçiyə gedirik də, kiçikdən böyüyə gedirik. Bayaq söylədiyim kimi. Land of Fire aşağıda da böyük hərflə, təkrar edirəm, böyük hərflə yazılan Azərbaycan Bəli, Land da böyüklə yazılırdı, Fire da böyüklə yazılırdı. Dünyanın ən böyük komandalarının birinin logosu idi. Atletico Madrid o vaxtı. Nə qədər qürurluydu. Komanda çıxır, məşhur futbolçular, İspaniyanın adlı sanlı, başqa dövlətlərdən də var. Və burada Land of Fire Azərbaycan yazılıb. Qıraqda reklamların hamısında o gedir. İndi təsəvvür edin, Real Madrid Take Another Way yazılıb çıxıb. Heç götürməz onu, deyər, nə edirəm ki? Onun da hamısı balaca hərflə. Nəsə çox istəyirlər də balacalar. Bələdçilər mənə görə turizm sektorunda açar insanlardır. Çünki biz bir ölkəyə getdiyimiz zaman, indi özümüzdən götürək də, deyək ki, misal üçün Madridə gedirik və biz orada heç bir turizm agentliyi ilə iş görməyə bilərik. Amma hansısa xarici platformalardan birindən onlayn bələdçi xidməti buk eləyə bilərik. O bələdçinin bizə dediyi hər şey bizdə ilkin təəssüratı və əsas təəssüratı yaradacaq.
Bu necə kontrol edilir? Siz misal üçün danışığımızın başlanğıcında çox gözəl bir nümunə gətirdiniz. Düzdür, bu aşırı Gestapo bir nümunədir ki, hətta ajanlara qədər olur, amma O vaxt elə idi. eynən. İndi misal üçün bu necə kontrol edilir ki, bir bələdçi bir ölkənin təbliğatı zamanı yanlış ifadələrə yol verməsin və şəxsi mənafeyi və düşüncələrini turistə ölkəninkiymiş kimi ötürməsin. Bunu necə, bu risk faktorudur da əslində. Bu risk necə idarə olunur? Biz hər bir insanı yəni təqib edə bilməliyik ki, bu çox çətin bir şeydir. Hər bir insandan vətəndaş yaratmaq da çox çətin bir şeydir. Həddindən artıq. Sovetlər dövründə belə bir şey var idi da, hər tərəfli inkişaf etmiş insan yaratmaq. Çox gözəl bir təşəbbüs idi, təhsil nöqteyi nəzərindən. İnsan həkim idi, amma hər bir şeyi bilirdi. Bələdçi çox güclü maariflənmə və gündəlik oxumalıdır. Təsəvvür edin, mən 42 ildir işləyirəm bu işdə, çalışıram və hər bir dəfə hər hansı bir qrupla işləməkdən gedilməkdən bir dəfə onu vərəqləyirəm, mütləq. O mütləqdir. Əgər bələdçi öz peşəsini sevirsə, yəni təkcə maddiyyətə görə o işdə işləmirsə, əsl vətəndaşdırsa, o düzgün danışacaq. Yola verməyəcək. Təəssüflər olsun ki, beləsi var. Beləsi hər bir peşədə var, təkcə bələdçidə olmur ki. Eynən, çox Hər bir razıyam. peşədə var. Mənim üçün ən gözəl işlərdən biri də Bələdçilik Assosiasiyasının yaradılması və bələdçilərin sertifikasiya prosesindən keçirilməsi olmuşdu o zamanlar. O 2011-ci ildə yarandı. Bəli, və daha sonrasında da pandemiyaya qədər çox aktiv şəkildə davam etdi. İndi sonradan izləməni buraxdım, araşdırmanı buraxdım deyə, bəlkə də davam edir, amma məlumatım da yoxdur. Davam edir. Sertifikatlı bələdçi olmaqla sertifikatsız bələdçi və turistin əsas qorumağa çalışdığımız şeylər nədir? Məsəl üçün, bu sahəni bilməyən adam, deyək ki, mən bir ölkəyə səyahət edirəm və mən heç indiyənə qədər baxmamışam ki, bu bələdçinin sertifikatı var ya da yox. Amma bir turist olaraq məni, heç bir bilgisi olmayan bir turist olaraq sertifikatlı bələdçi ilə işləmək mənim üçün hansı risk faktorlarını aradan qaldırır? Əsas odur ki, bələdçinin ən ümdə olan vəzifəsi vətənini sevməkdir. Əgər könül qəlbdən o vətənini sevirsə, o işləyəcəkdir. Sertifikat bilirsiniz necə bir şeydir. O diplom kimi bir şeydir. Məsələn, indi Azərbaycanda elə bir bəstəkar var ki, heç konservatoriyanı qurtarmıyor. Gözəl nəğmələr yazır. Bizdə də var. Bizdə sertifikatı olmayan bələdçi var ki, sertifikatı olandan qulaq assan, görürsən ki, nə gözəl tur aparır. O da lazımdır təbii ki. Amma bayaq söylədiyim kimi maariflənmə ən önəmlidir. Hal-hazırda 600-ə yaxın bələdçimiz var. Onlardan 124-ü mənim tələbəmdir. Yəni 2017-18-ci illərdə mənim kursumu bitirən tələbələrdir. Mən məsəl üçün o 124 tələbəmə başımla cavab verirəm. Onlara A-dan Z-yə nə lazımdırsa, hər bir şeyi demişəm. Təkcə söhbət tarixdən, coğrafiyadan, adət-ənənədən getmir. Onlara davranış qaydasına qədər demişəm. Biz elə bir peşə sahibləriyik ki, insanın qabağına birinci biz çıxırıq. O gələn xarici bizi necə görürsə, o fikirləşir ki, bunların hamısı belədir. Bizim geyimimizi necə görürsə, deyir ki, afərin, bunlar hamısı belə. Səlqə, səhman, hər bir şey. Bələdçiyə hər bir işi başa salmaq lazımdır. Hətta süfrə mədəniyyətini belə bilməlidirlər. Çünki o xarici ilə oturub üzbəüz surətdə yemək yeyəcəkdir. Özünü aparma, davranış qaydı. Təbii ki, bu ən birinci ailədən gələn bir davranışdır. Bu çox çətin bir şeydir. Yəni 30, 40, 50 yaşında insanı biz başa sala bilmərik ki. Bizdə bələdçi işi də biraz o barədə axsıyır. Bizdə sürücü məsələsi də o barədə axsıyır. İnsanı sürücü kimi görürlər, məsəl üçün gözəl avtobus sürdüyünə görə ki, əla sürür. Amma bəs onun davranış qaydaları, onun münasibəti, insanın davranış qaydası demək olar ki, yoxdur. Yoxdur.
O bilmir ki, bu Amerikalıdır. Bilir Amerikalıdır, amma bilmir ki, Amerikalıdan necə söhbət Davranmaq edir. lazım, söhbət etmək lazım. Sovet dövründə sürücülər üçün kurs olurdu. Mən bir dəfə bu məsələni qaldırdım nazirliyin tərkibində olan dönəmdə ki, sürücülərə də trening keçmək lazımdır. Bələdçilərə də trening keçmək lazımdır. Trening yəni ona ekskursiya aparmaq yox. Onu insan kimi mədəni davranış qaydalarını keçmək. Sürücülərə də Sovetdə keçirdilər sürücüyə trening. Sürücü avtobus ilə gəlirdi, özüm görmüşəm. Sovet vaxtı. Kukla teatrının qarşısında avtobus dayanmalıdır, qonaqlar düşməlidir. Avtobusu saxlayanda yağışlı havadır. Belə baxırdı aşağıya. Orada böyük bir gölməçə var. Qapını açmırdı. Çox incə nəzər. Biraz da qabağa verirdi. Onda qapını açırdı. İki qapılı idi. Güzgüdən baxırdı, arxa düşmədi ki, gölməçənin qarşısında. Qapını açandan sonra avtobusu söndürürdü. Avtobusda yaşlı adamlar olurdu. Birinci özü düşürdü, əlini uzadırdı, o yaşlı ahıl xanımlara yardımcı olurdu. Bələdçilər də bunu eləyir təbii ki, salır aşağı. Amma indi buna Balaş bəy, mən bayaqları fikir olaraq toxundum o nüansa ki, bizim insanlarımız öz ölkəsini, hətta öz yaşadığı şəhəri belə yetəri qədər yaxşı tanımırlar. Keçən il mən bir tarixçi bələdçinin dəvəti ilə Sabunçu bazarına getdim, yəni bit bazarına. Və orada mən açıq etiraf edəcəm ki, mən hələ Sabunçuya bu qədər dərin məna və gözlə baxmamışdım. O bizi bütün küçələri piyada gəzdirdi. O belə deyək də bütün tarixi məkanları və ən əsası da bu bit bazarının hekayəsi, tarixi və əsas məsələlərini paylaşdı və mən bunu bir kontentə çevirdim. Videom bütün platformalarda yarım milyondan çox izləndi. Təəssüf ki, baxmamışam. Və ondan sonra izləyicilərimdən ən çox aldığım mesaj bu oldu ki, sayənizdə gedib bit bazarını kəşf eləmişəm. Və hətta özümə zarafat edirdim ki, mən təbliğ edə bit bazarını təbliğ etdim və amma nəyi gördüm mən orada? Mən orada çox ciddi bir boşluğu gördüm ki, İzləyicilər belə yazırdı. Mən Sabunçuda yaşayıram. Heç öz Sabunçuma bu gözlə baxmamışdım. Ola bilir. Və mən indi nə hiss edirəm? Mərdəkan şosesindən hər keçəndə Heydər Əliyev prospektinə birləşmə hissəsində mən baxıram ki, mən artıq Sabunçuda olan o hündür binaya sadəcə bina kimi baxmıram. Ora keçmiş kilsənin yeri kimi baxıram. Hansı ki, hal-hazırda çox gözəl kilsə olub o. Bəli, çox gözəl, çox orijinal kilsə olub. Sabunçu xəstəxanasının tarixi ilə tanış olduqdan sonra və onu orada real yaşadıqdan sonra buradan Müşfiqə dərin təşəkkürümü bildirirəm dəvəti üçün və bu təcrübə üçün həqiqətən. Və mən başa düşdüm ki, əslində bizim o qədər öz daxili insanlarımız üçün də maraqlı tur paketlərimiz var ki, sadəcə 15 manat ödəyir insan və bu gözəlliyi kəşf edir və bunu qatar səyahəti ilə edir. 2 ya 3 stansiya 28 maydan gedir Sabunçuya, oradan düşür qatardan və zaten də tur başlayır. Sizcə Azərbaycanda bizim həm də büdrədiyimiz şey hal-hazırda daxili tur menecerlərin sadəcə quru-quru Şahdağ turu, Qəbələ Geddi gözəl turu etməsi deyilmi? Yəni bilirsiniz necə? Mənə görə təbliğat hər tərəfli olur. Əgər biz bu məhsulu vermiriksə, bu məhsula tələbat da yaramır. O deyirlər, birinci tələb olsun ki, təklif olsun. Amma mən bundan biraz razılaşa bilmirəm. Niyə? Bu haqda bilməyən insan necə bir tələbata düşə bilər? Yəni, misal üçün, mən bir, deyək ki, bit bazarını paylaşdım, insanlar gördü ki, belə bir yer var, necə maraqlıdır, gedək kəşf edək, bir növ süni bir tələbat yaratmış olduq. Amma hal-hazırda bazarı analiz etdiyim zaman görürəm ki, turizm agentliklərinin çox ciddi faizi ancaq nə edir? Yığır bir avtobus adamı, mən buna tur deyə bilmirəm. Mən buna nə deyirəm? Sürücünün vəzifəsini yerinə yetirirlər də. Bir növ avtobus şoferi bu qədər adam bir araya yığsın, desin sən 20 manat, sən 20 manat toplayaq gedək Şahdağa. Bir də var ki, bunu hazırki turizm agentlikləri eləyir. Bunu necə tənzimləməli? Axı həmin turizm agentlikləri də bu məhsulları bilir. Həqiqətənmi bazarın buna ehtiyacı yoxdur? Yox, var. Niyə yoxdur? Var. Çox
gözəl bir məsələyə toxundunuz. Yeri gəlmişsən, Sabunçu həm də Richard Zorge var. Richard Zorge, bəli. Və məndə Yapon qrupları olub. Özüm Yapon səfirliyində işləmişəm 14 il. Onlar Richard Zorge'ni tanıyırdılar məsələn. Düzdür, bir düşmən kimi, amma tanıyırdılar. Mütləq eləmək lazımdır. Məsələn, Şəkiyə nədən elə tur olsun ki, getdim, gəzdim, tez gəldim. Təbliğat eləmək lazımdır. Şəkixan sarayını bir Amerikalı bəyənirsə, niyə Azərbaycanlı gedib? Bayaq qeyd elədiniz, var belələri, gedir Şəkini gəzir, heç bilmir ki, Şəkixan sarayı var. Şamaxıdan keçir, məsəl üçün, gedir Şəkiyə doğru, bilmir ki, sağ tərəfdə Diri Baba mavzeleyi var. Ay, sağ ol. Var elələri. Ən qədərdir. Gedib Diri Baba mavzeleyinə bir baxardım. Uşağımı göstərərdim. Elə belə şey deyil axı. Mən onu Azərbaycanın perlası adlandırıram, amma düzdür o balacadır. O qayanın içində olan mavzele, o qeyri-adi bir şeydir. Oranı da çox sevirlər onlar. Nədən olmasın? Təkcə budurmu bəyəm? Stalinin yatdığı həbsxana var Lənkəranda. Təəssüf ki, bağlıdır. Çox təəssüf. Mən ora çox girmək istədim. Bəlkə də indi açılıb, bilmirəm. Biz ora hardasa 3-4 il əvvəl gedəndə mən də çoxdandır Lənkəranda bağlı idi və mən o həbsxananı çox görmək istirdim və mənə görə Lənkəranda olan ən unikal qorunub saxlanan binalardandır, bəli. Qusarda Lermontovun muzeyi var. O da bağlı olur əksər vaxtlar. Əksər vaxtlar. İndi bilmirəm, amma əksər vaxtlar bağlı olur. Yolda 7 günbəz var Şamaxı yolunda. Bizim tariximizdir yalnız. Bunu keçib gedirlər. Keçib gedirlər. Adım bilirlər 7 günbəz. Həm bura məzarlıqdır. Öyle deyil. Orada o məzarlığın tarixi var. O xarici o məzar daşını tərifləməzlər, amma o əl işidir. O rənglər var orada. Rənglərin musiqisi var. Hamısı təbii rənglərdir. Daşın üzərində. Daşlar əyilibdir zəlzələyə görə. Zəlzələnin məkanıdır. Eynən. Ən qədim İkinci olan qədim Qafqazda deyə Cümə məscidi var Şamaxıda. Bunu necə olub ki? Ona görə də hamı deyil toplum olaraq, yəni əksəriyyət az bir faizin Azərbaycan haqqında məlumatı yoxdur, deyək ki, xaricə can atır. Belə də Azərbaycanlımız var təbii ki. Deyək ki, Antalya'ya gedir, istirahət edir, gedib o şəlaləni görmür, gəlir. Elələri də var, eləsi də var. İnsan halıdır da, hər bir şey ola bilər. Mən bir dəfə Şəkidə Karvansarayda oturmuşdum. Orada qəşəng hovuz fason bir yer var. Oturmuşam. Bir Azərbaycanlı gənc ailə gəldi. Qucağında körpəsi var idi. Oğlan girib içəri belə baxır, qayıtdı ki, bura haradır? Şəkillər də çox məzəli insanlardır. onlarla yəni dil ötmək, nəyisə sübut eləmək qeyri-mümkündür. Yəni beyinləri başqa cür formalaşıb da. Bura haradır? Orada şəkili var idi. Orada baxan o Karvansaraya qayıtdı ki, Karvansara bilmirsən bura Karvansara? Qayıtdı Karvansara, o nədir ki? Karvansarada dəvə olur, at olur. O təsvirlərdə gətirirdilər. Bu oğlanda özünü elə biləsən belə necə deyim, yuxarıdan göstərən kimi ki, yəni mən hara Karvansara da. Amma sənin tarixindir, sən nəyə belə hörmətsiz yanaşırsan? Buradan da çıxanda oğlan ikinci dəfə istədi bu şəkli ilə bir də şey eləsin. Qayıtçı burada Şəkixan sarayı var. Görəsən biz geçsək xanı görə bilərik. Güya bu öz aləmində üstələmək istəyir, şəklini istəyir üstələsin. Mümkün olan şeydir. Qayıtçı yox, indi xan orada yoxdur, Pererivə gedib, elə belə də deyil. Pererivə gedib, 1-2 saata gələr. O xanım gənc ailə idi, xanım qayıtdı ki, işin olmasın da gəl gedə. Yəni sən niyə bunlara başı qoşursan? Bunlarla sən dil ötməyən olursan, tanımırlar. Və yaxud lağ baxırlar, yəni fikirləşkən Şəkixan sarayıdır. Amma elə deyil, bu Amerikanlı girir ora, gözlərin bərəldir. Texasdan bir qrupum var idi, Amerikan qrupum. Bunu bir neçə dəfə demişəm. Balaca bir kəndində yaşayan fermerlərdir. Şəkidə yolu gedəndə orada Rəsulzadə prospekti var, avtobus dönür. Ora çatanda bir işıqfor var. Müasir formada işıqfordur. Mənə qayıtdı ki, bilirsən mənim qəsəbəmdə Amerikada heç belə işıqforlar yoxdur. Nə qəşəng təmiz, qəşəng görünür burada.
Yəni özümüzünkinə təbii ki, qiymət verməliyik. O vaxtı indi bilmirəm var yoxdur. Ölkəmizi tanıyaq bir proyekti getdi. Çox gözəl bir proyekt idi. Tələbələri, şagirdləri yığıb aparırdıq gəzməyə və bütün regionları tanıyırdılar. Muzeylərdə olurdular. Mən Turizm Universitetini bitirmişəm. Eləmi? Biz də çox Maddi cəhətdən də heç bir xərc çəkmədən, Eynən. hətta gecələmə də edirdi. Universitet Çox gözəl qarşılayırdı. proyekt idi. Mənim özüm də çalışdım, mənə ləzzət verdi. Əksərən yuxarı sinif şagirdləri idilər. Gözəl də qulaq asırdılar, baxın, nə gözəl proyekt idi. İndi mənim anladığım kimi qədər o proyekt var, amma bələdçisiz gedirlər. Bax sizin dediyiniz, bələdçisiz gedirlər. Nə məqsəd güdürlər bilmirəm, amma bələdçisiz gedirlər. Bir işdə mən müraciət elədim səlahiyyətli orqanlara. Bələdçisiz bunu hara aparırsın? Şagirdin də heç ağlına gəlmir ki, bir adam olsaydı danışardı bu yerləri. Oturur orada, nəsə götürüb evdən yeyə gedir. Getdim, gəzdim, gəldim. Gedir Şəkixan sarayında bələdçi tutur, göstərir ona, baxırlar, gəlirkən gəzdim də. Amma elə deyil. Yol boyu danışmaq var, onun beyninə doldurmaq var və maariflənmə necə olur, belə olur da. Balaş bəy, son olaraq da mən muzey bələdçiləri ilə bağlı bir nüansa toxunmaq istəyirəm və onunla da artıq sizi də çox yormadan podkastımızı yekunlaşdıraq. Bir çox muzeylərə getdiyim zaman regionlarda sonuncu dəfə bu hadisəni yaşadım Dəmirçi Lahıca gedən yolda, Dəmirçi kəndində olan muzeyin adını unutmuşam, Diyarşünaslıq muzeyi. Diyarşünaslıqdır. Və orada bələdçi çox sərt bir formada, misal üçün uşaq belə tutmağa çalışır ki, səkidən boylanıb baxsın, biraz daha uzaqda olacaq. Qışqırdı ki, eləmir. Qışqırır ki, ay uşaq əl vurma. Biz telefonu çıxardırıq ki, uşağı bu nəslənin qabağında çəkək. Qışqırır ki, çəkmək olmaz. Halbuki işarələr və s. yoxdur ki, çəkmək olmaz və s. Və sən başa düşürsən ki, olmaz. Soruşursan ki, niyə olmaz? Muzey rəhbərliyi mi icazə vermir? Yox, sadəcə olmaz və s. Yəni təhdidvari bir formada çıxışlar. Və mən bunu təəssüflər olsun ki, regionlarda, özəlliklə də daha orta və üst yaş xanımlar tərəfindən çox müşahidə edirəm. Məsəl üçün, bunun tam əksinə Lahıcda biz muzeyə girdik, tarix muzeyinə. Yəni kişi deyirdi ki, hər şeyi çəkin, çox adama paylaşın. Elə paylaşın ki, bura çoxlu insanlar Təzə yaranan muzey. Bəli, təzə yaranan muzey və baxırsan ki, məsəl üçün mən çox gözəl başa düşürəm ki, bəzi nəsnələr var ki, onlar şuadan, çoxlu çəkilməkdən o zədələnə bilir. Bunu çox gözəl başa düşürəm. Amma sadə bir daş parçasının belə bir qadağası yoxdursa, bir insan niyə bunu qadağa eləsin ki, paylaşa bilməlisiniz? Mən nəyi gördüm altında? Nəyi daha doğrusu o deri turizmçi təcrübəmə əsasən müşahidə elədim ki, onlar orada iş görmürlər. Və qorxurlar ki, birdən nəyisə yanlış çəkilər və onların rəhbərliyinə gedib çatar. Bu, əslində muzeyə gələn insanları iyrəndirən və bundan ikrah hissi durduran bir şeydir. Bu bələdçilər necə tənzimlənir, necə şikayət olunur ya da orada belə deyək də bununla bağlı hər hansı bir önləm metodları varmı ki, məsəl üçün deyə bilərsiniz ki, baxın, hardasa gördünüz ki, bələdçi belə davranır, filan yerə bu haqda məlumat verin. Ya da ki, çünki mən bir şey də qəbul edirəm ki, doğru rəy bildirilməsə, məsəl üçün, rəhbərlik hardan bilir ki, belə bir şey baş verir? Rəhbərlik bilməsə olmaz. Qorxuram ki, rəhbərlik bir reaksiya verməsin. Ya da tərs bir reaksiya versin. Bayaq söylədiyim kimi, hər bir insanı biz uşaqlıqdan götürüb tərbiyələndirə bilmərik ki, hərənin daxilində öz aurası var, öz hərəkətləri var. Bəzi insanlar özlərinə görə kiçik bir padşahlardır. Və yəni bütün muzeylər rahat deyil bizdə. Yox, elə bir elə bir hadisənin əksinə gedə bilərlər ki, məətəl qalırsan ki, siz demişkən, niyə olmaz ki? Niyə olmasın? O Sovet dövründə yazırdı, məsəl üçün, yaşıllıqdakı Pagazonom Nixazici. Dərindən fikirləşindən niyə gəlməsin? O bir Amerikan filmi var, ayaqqabılarını çıxardırlar, qazonda gəzirlər, istirahət edirlər. İnsan nəfəs alır, insan sərbəst olur, azad olur. Hər kəsən dediyim kimi, özlərin balaca padşahlar sayırlar. Bu muzeyin direktoru mənəmsə, bu muzeydə mən işləyirəmsə, bu qaydanı mən qoymalıyım. Amma
yuxarıdan olan bir qanun olmalıdır. Dövlət başçısı gəlir, gözəl-gözəl muzeylər açır. Gedəndən sonra öz bildikləri qayda qanunları salırlar. Təəssüf. Əsasən də adını verməyəcəyəm. Bizdə muzey var ki, muzey eskalatorla işləyir və lifti var. Qoca turist gəlir, 80 yaşında, əlində əsası da var. Liftə qədər eskalatorda rahat olmur da, minməyə qorxur. Deyirlər ki, liftə minmə. Liftə olmaz. Niyə? Niyə? Ömrünə mi zərər verir lift? Deyir, liftə olmaz. Minmə liftə. O da baxır ki, mənə niyə? Mən neyniyim? Nətər edeyim? Bunları mən təzədən tərbiyələndirməliyəm. Bu mümkün olan şey deyil axı. Eskalatorla gedin, liftə. Gedir eskalatorla, qaydanda yorulub artıq. Liftə minmək istəyir. Deyə yox, lift onun üçün deyil. Muzeylərimiz var. Üzr istəyirəm. İstirahət otaqları var 3 dənə bir muzeydə, məsəl üçün. Birini bağlayırlar, 30 nəfərlik qrupa girir, o növbəyə dayanır. Ki, bu rəhbərlik üçündür. Bunu bəyəm yuxarıdan deyiblər ki, siz belə eləyərsiniz, bura qoyarsınız, bura icazə eləmərsiniz. Yox, bunu açıblar, əziyyət çəkib insanlar ki, qonaq rahat olsun, amma siz daha da çətinləşdirirsiniz. Maarifləndirmək lazımdır da, yəni əgər başa düşəcəksə. Ya da cəza. Ya da cəza Sovetdən qalan psixologiyadan çıxmaq olmur. Mən də Sovetin uşağıyam, amma insan dəyişir də, gördükcə dəyişir. Sovetdə bilgisayar yox idi, amma indi oxuyuruq biz onu işlətmək. Mən həm də nəyi müşahidə eləmişəm? O insanlar ki, kim ki istəyir ki, ölkəsinə çox insan gəlsin, hətta öz yerli insanı da çoxlu səyahət eləsin, gəzsin, kəşf eləsin. O insan maksimum çalışır ki, misal üçün elementar lahıc nümunəsində dedim də ki, nə deyirdi? Deyir, çox çək, paylaş, qoy hamı bura gəlsin. Məqsədi var adamın ki, bu muzey işləsin, mən də işləyim. Düşünürəm ki, əslində bu beyinlər dəyişməlidir ki, bu muzeyin işləməsi sənin üçün bir iş imkanıdır və sənin üçün bir böyümə fürsətidir. Yəni, illərlə qalçıqa xətrinə mən burada bir bələdçiyəm deməkdənsə, sən də inkişaf elə. Çünki hər yeni turist bir inkişaf səbəbidir. Fərqi yoxdur, yerlidir ya da xaricidir. Və son olaraq da Balaş bəy, Azərbaycan turizmində mən olsaydım bu 3 şeyi dəyişərdim dediyiniz 3 şey nədir? Bundan da yekunlaşdırmaq istəyirəm podkastımızı. Çox çətin bir sualdır. Mən olsaydım yollarda mütləq deyək ki, buradan Şəkiyə doğru hərəkət edirsən və yaxud cənuba doğru, Lənkərana gedirsən, fərq etməz. Gözəl istirahət yerləri yaradıblar, amma açmayıblar. Artıq kənddə olan insanlar, yaşayanlar gecə ilə gəlir o istirahət yerlərinin taxtasını, şüşəsini götürüb aparır. Artıq dağıdılıbdır, buna xərc çəkilir, amma açılmır. Xarici gedir, yol boyu, tualet üçün saxlamaq istəyir, üzr istəyirəm. İnsan halıdır da, bu olan bir şeydir. Dərdə düşürsən, işin qalır bir tərəfə, artıq psixoloji sarsıntı keçirirsən ki, mən bunları nətər yola verim, 30 nəfərdir. Restoranda saxlayırsan, restoranda işləyən o bizimki narazılığını bildirir, ona da başa düşürəm ki, əgər burada yemək yemirsənsə, niyə saxladın? Bəs mən nətər edeyim bu məsələni? Bunları açın, hamısını açın. Laporunu pullu eləyin, məsəl üçün 1 manat eləyin. Ya da sahibkara elə bir şərtlər verin ki, o desin ki, mən burada bunu açıram. Açsın, işləsin də, hamısı olsun. Nə gözəl tikilibdir onlar, necə gözəl yaradılıbdır. Çox səliqəli yaradılıb, açıq deyil. Bir-iki yerdə açıqdır, o da bəs eləmir. Birinci bunu dəyişmək lazımdır. Muzeylərdən danışdıq, muzeylərdəki padşah məfhumunu yığışdırmaq lazımdır. Mən olsaydım, bəzi muzeylər var, yenə ad verməyəcəyəm. Avtobus gəlir, qabaqda bir bariyer qoyublar ki, avtobus buradan o tərəfə keçə bilməz. Düz yol deyə ora, yəni problem deyil. Sovet dönəmində avtobus gəlirdi, o muzeyin girişində, qapalı muzey deyil, girişində saxlayırdı. Qonaqlar düşürdü, girirdilər ora. 70, 80, 90 yaşında qonaqlardır. Əllərində əsa ilə gəzən
xəstə insanlardır. Girirdilər içəriyə, avtobus gedirdi. Vallahi heç cib telefonumuz da yox idi. Oradan çıxanda elə əlimizi belə qaldırırdıq sürücüyə ki, gəl. Gəlirdi, götürürdü. İndi gəlir bir 100 metr qalıb müzeyin girişinə. 100 metr qalıbdır. Saxlayır, qızmar günəş, yağış yağır. Olan qalan Soyuqdur. öyrənmə həvəsi də ölür. Deyinə gedirlər ki, hə, muzey hardadır? Deyirsən ki, buradır da, gəlin dalımca. Düşürlər dalınca, ləhləyə gedirlər. Belə olmaz. Yormaq olmaz. O bayaq söylədim, o eskalator məsələsi. Onların hamısını ləğv eləmək. Ləğv eləmək deyəndə o rəhbərliyə başa salmaq lazımdır ki, belə olmaz. Deyirsən, tərs başa düşürlər. Çünki aşırı şəxsinə götürürlər. Rahat eləyin də onların işini. Mən olsaydım böyük bir nəzarət qoyardım bələdçilər üzərində. Nəsə bir turizm polisi deyilən bir şey danışırdılar. Amma bu polisin işi deyil. Polisin işi qətiyyən deyil. Azərbaycanda polis o bələdçini tutmaq üçün deyil. Orada elə bir səlahiyyətli adam oturmalıdır ki, o bələdçilərin hamısını tanımalıdır. O filankəs gələndə artıq heç işi olmamalıdır ki, bu bələdçi keçsin, tanıyıram. Tanımadığından deməlidir ki, siz bələdçisiniz, sübut eləyin, sonra keçin. Polislik deyil. Polis gəlib sabah Balaş müəllimə də ilişəcək ki, sən hara gedirsən? Birdən cibimdə də yoxdur o sənəd. Gəl ona sübut elə ki, mən bələdçiyim. Çətin mi? Əslində mənə görə bunun çox asan, özəlliklə indiki digital dövrdə çox asan həll olunan bir şey var ki, hər kəsin bir QR kodu olsun. Çünki sənədi üzərində olmasa da telefonu mütləq ki üzərindədir. Yəni heç kim belə deyək də, hər kəs cüzdansız belə çıxır çölə, amma telefonsuz çölə çıxmır. Həm də telefona o sənədin şəklini yaradıb göstərmək olar ki, bəli, və o QR kodla belə deyək də, heç sənəd olmadan belə QR kodla bu adam onu skan edərək müəyyən bir yerə aparır ki, aha, bu adam, misal üçün, deyək ki, sertifikatlı və bu bələdçiliyi etmə hüququna sahib biridir. Misal üçün, mən Türkiyədə görürəm ki, bundan çox ehtiyat edirlər. Hətta, misal üçün, bir qrup gedirsə və o qrup, bu qrupun, belə deyək də, o qrup siyahıda deyilsə, tursiyah, sürücü özü bir-bir qonaqları yoxlayır və sürücü özü adı siyahıda olmayan qonağı düşürdür. Ki, mənim buna icazəm yoxdur, məni buna görə çox böyük cəza gözləyir. Hətta burada çox maraqlı bir şey var ki, cəza sadəcə şirkətə verilmir, həm də turistə verilir. Yəni, turist də cərimələnir buna görə, şirkət də cərimələnir. Yəni, dolayısıyla burada ikili məsuliyyət yaranır. Yəni, mənə görə bütün xalqları analiz eləyəndə, inkişaf etmiş ölkələri, kökündə bir şey dayanır, ağır və yüklü məbləğdə cəzalar. Yəni, sanki bir növ siz necə? Sən öz xoşuna bunu etmirsənsə, sən cibindən çıxarmaq istəmədiyin pulun xoşuna bunu edəcəksən. Singapuru olsun, Almaniyası olsun və bu kimi inkişaf etmiş ölkələrin hər birində ağır cəzalar sayəsində insanlar hətta saqqızına belə nəzarət edir ki, bu saqqızı harda və necə çeynəyə bilər. Çox təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çox həzz aldım. Mənim üçün çox qısa oldu. Mən də elə. Çox xoş oldu ki, sizin kimi bir mütəxəssislə mənə də xoş oldu. Bu podkastda çıxış edə bildik. Belə dostlar, növbəti qonağım Balaş bəylə çox müzakirə etdiyimiz və naviqasiya problemləri haqqında çox danışdığımız bir mütəxəssisimiz olacaq. Səbirsizliklə həmin naviqasiyada Azərbaycan turizmindəki naviqasiya problemlərindən danışacağıq. Ümid edirəm ki, bu podkastdan həzz aldınız. Suallarınız olarsa rəy bölməsində yazmağı və fikirlərinizi bildirməyi. Eyni zamanda bu videonun daha çox insana çıxması üçün like etməyiniz və şərh etməyiniz çox-çox önəmlidir bizim üçün. Danışır Turizm podkastı birbaşa heç bir qurum, insan, şəxs, şirkət və s. tərəfindən maliyyələşmir. Ona görə də birbaşa siz izləyicilərin dəstəyinə ehtiyacı var. Növbəti Danışır Turizm podkastlarında görüşənə qədər. Hələlik, özünüzə yaxşı baxın.